Bəli, uşaq ginekoloqu, cərrah, mama ginekoloq Xəyalə İsmayılova bizlə bərabərdir. Xoş gəlmisiniz, doktor. Necəsiz? Təşəkkür edirəm, minnətdaram. Hər zaman yaxşı olasınız və Xəyalə xanım buradadırsa, demək ki, bugün də çox önəmli mövzuları çatdırmağa çalışacağıq və Xəyalə xanım burada olanda biz o məlumatları çox dəqiqliklə, savadlı şəkildə, müzakirəli şəkildə izləyicilərimizə çatdırırıq və uşaq ginekoloqu. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bəzən uşaq ginekoloqu deyəndə deyirlər ki, belə bir ixtisas da var, yəni bu bir ayrıca bölümdür. Bəli, Xəyalə xanım bunun üçün ayrıca olaraq da təhsil almışdı ginekologiya sahəsindən əlavə olaraq və uzun illərdir ki, uşaq ginekoloqu kimi çalışır. Peşəkar fəaliyyətə 2005-ci ildən etibarən müxtəlif klinikalarda mama ginekoloq kimi başlayıb. Hal-hazırda isə Midland Hospitalda uşaq ginekologiyası mərkəzində fəaliyyət göstərir və eyni zamanda onun belə deyim müalicələri ilə bir çox xanımlarımız, hər yaş qrupundan olan xanımlarımız fayda tapıblar. Bu illər ərzində yüzlərlə etimadını qazandığı pasiyentləri var. Əlaqə nömrəsi ekranlarda 055 766 33 30, ünvan Midland Hospital Uşaq Ginekologiya Mərkəzi. Həmçinin doktorumuzun Instagram ünvanını da ekranda görürsünüz. Çox uzatmaq istəmirəm, çünki bugün çox önəmli mövzulara toxunacağıq Xəyalə xanımla bərabər və mən buradan valideynlərə səslənirəm. Əziz valideynlər, çox yazırsınız, qız övladlarımızda müəyyən problemlər var. Bəs biz bununla bağlı kimə müraciət edə bilərik? Təbii ki, uşaq ginekoloquna. Elə uşaq ginekoloqumuzu da valideynlərin bizə verdiyi sualı səsləndirmək istəyirəm. Xəyalə xanım, bax bir çoxları bilmir ki, uşaq ginekoloqu ixtisası var və eyni zamanda da bilmirlər ki, uşaq ginekoloquna öz qız övladlarının hansı problemləri ilə bağlı müraciət edə bilərlər. İstəyərəm qısa da olsa bu haqda məlumat verəsiniz. İlk olaraq onu bildirim ki, ümumiyyətlə qız uşaqlarının müayinəsi yaşdan asılı olmayaraq, yəni 18 yaşa qədər istənilən bir yaşda biz müraciət olunan qızlara baxırıq, müayinə edirik. Çox zaman sual verilir ki, hansı xəstəliklər olduğu zaman müraciət olunmalıdır. Əlbəttə, yeni doğulmuşlardan 18 yaşa qədər burada sikl pozğunluqları ola bilər, burada müxtəlif hormonal dəngəsizliklər ola bilər, hirsutizmlə, yəni tüklənmə problemi ilə müraciət eləyə bilirlər. Erkən cinsi inkişaf və yaxud da cinsi inkişaf ləngiməsi ilə uşaqlarda qanamalar olur. Halbuki bu yaşlarda heç normal bir hal deyil. 3-5 yaşlarında qızlarda olan qanamalarla, sinekiyalarla, yəni çox problemlər, çox xəstəliklər var ki, biz keçən verilişdə də bu mövzulara toxunduq. Yəni çalışırıq ki, hər verilişdə müəyyən bir xəstəliklər haqqında daha detal, daha ətraflı bir məlumat verək ki, yəni məlumatlı olsunlar. Amma heç bir şikayəti olmasa belə uşaqların, hardasa 15-16 yaşlarda mütləq heç bir klinik əlamət olmasa belə bir rutin müayinədən keçmələri mütləqdir. Bu da nə üçün? Çünki bəzi xəstəliklər var ki, heç bir klinik əlamət vermir, amma proses gedir, biz bunu müayinə zamanı aşkar edirik və 18 yaşa qədər, yəni cinsi inkişaf bitənə qədər artıq öz müalicəmizi, yəni tədbirimizi görürük və bununla bəzi daha ağır nəticələrin qarşısını almış oluruq. Baxın, Xəyalə xanım, karbon dioksid lazerlə icra olunan bütün əməliyyatları siz özünüz də yerinə yetirirsiniz, icra edirsiniz. Bax, bir uşaq ginekoloqu kimi karbon dioksid lazer müalicəsini bizim balaca qızlarımıza, gənc qızlarımıza tətbiq edirsinizmi? Edirsinizsə, hansı hallarda tətbiq edirsiniz? Əslində, karbon dioksid lazeri biz daha çox böyüklərdə istifadə edirik. Bir də bunu da vurğulayım ki, Midland Hospitalda, yəni ilk Azərbaycanda ilk karbon dioksid lazer istifadə olunan kliniklərdən olub. Amma hal-hazırda artıq daha geniş yayılıb. Nə yaxşı ki, bir çox klinikalarımız da var artıq. Yəni, bu müasir ginekologiya sahəsidir. Bu ginekologiyanın inkişaf əlamətidir ki, xarici ölkələrdə bütün klinikalar bu aparatla təmin olunub. Əgər karbon dioksid lazer aparatı bu klinikada varsa, bu artıq o deməkdir ki, bu klinika daha müasir üsullarla müalicə aparır və biz də həmçinin bu lazer üsulu ilə müalicələrimizi tətbiq edirik. Amma qız uşaqlarına gələndə isə biz daha çox istifadə etdiyimiz qız uşaqlarında sinekiyada olunur. Erkən dönəmlərdə yenə də deyirəm, sinekiyaların müalicəsi küt üsulundan da aparıla bilir. Amma
artıq gecikmiş mərhələdə, məsələn, bu yaxında bir 8 yaşında, yəni uşaq gətirdilər yanıma. 8 yaş böyük yaşdır. Yəni 8 yaşında olduğu üçün biz onu ayıq şəkildə yox, sedasiya altında elədik. Ona görə ki, bu uşaqda gələcəkdə problemlər, yəni psixoloji bir qorxu olmasın, travma olmasın. Bu xəstələr sonradan vaginizm xəstəsi ola bilirlər. Bu baxımdan biz onu sedasiya etdik. Doktor, bəs niyə valideyn bax bu qədər gecikdirib? Yenə də mi günahkar məlumatsızlıqdır? Məlumatsızlıqdır və bir də bunu deyim ki, valideyn əslində bunu artıq bu problemin olduğunu özü aşkar edib və bununla bağlı həkimə müraciət edib. Mən bəzən... Neçə yaşında? 8 yaşında? Yox, 3 yaşında müraciət edib, 5 yaşında müraciət edib, pediatra müraciət edib, ginekoloqa müraciət edib. Lakin onlar bu haqda, yəni deyiblər ki, bir müddət sonra özü keçəcək. Amma mən bir daha vurğulayıram ki, yəni sinekiya öz-özünə keçə bilən bir xəstəlik deyil və ona görə də biz, məsələn, mən bu yaxında pediatri konferansda da iştirak elədim, pediatrlara da bunu aşılayırıq ki, yəni bu problem varsa, siz bunu özü keçəcək deyə bildirməməlisiniz. Heç olmasa bilmirsiniz, doğru mütəxəssisə yönləndirin də, bax bunu söyləyərlər insana. Heç bir zaman özündən keçən bir xəstəlik deyil. Amma biz bunu yerli estrogen gellərlə də aradan qaldıra bilirik təzə mərhələlərdə, erkən mərhələlərdə, bəli, kiçik yaşlarda. Amma bu 8 yaşında müraciət edən xəstəmizdə artıq bu illərlə, hətta mən sizə deyim ki, mən bu xəstələri, yəni zaten valideynlərin iştirakını təmin edirəm. Bu xəstələrdə bu problemi aradan qaldırdığım zaman valideynə də bildirdim ki, bu artıq o qədər uzun illər olub ki, bu sinikiyada bitişmə ki yaranıb, o bitişmə olan toxuma artıq qalınlaşıb. Biz orada artıq küt üsulla eləyə bilmirik və məhz bu zaman karbon dioksid lazerlə etdik. Yəni köməyinizə çatır bu hallarda. Karbon dioksid lazer müalicəsi hal-hazırda bütün dünyada məşhurdur. Bu haqda çox danışılır və elə bugün də bizim dəyərli ginekoloqumuz Xəyalə xanımla qərara aldıq ki, bu mövzuda sizin köməyinizə çataq. Bəli, mən bir uşaq ginekoloqu kimi bu sualı verməsəm olmazdı. İstədim mövzuya belə giriş edək. Amma bilirəm ki, karbon dioksid lazer müalicəsini həm də artıq yaşı, yəni bizim xanımlarımızda da istifadə edirsiniz. Hansı hallarda və hansı problemlərdə ona kömək edə bilirsiniz? Əslində karbon dioksid lazerin yəni çox geniş profillərdə istifadə edə bilirik. Ən çox istifadə etdiyimiz öncələr məsələn əməliyyat olunan xəstələrimiz ki var idi, vaginoplastika, uşaqlığın sallanması, prolapslarda. İndi artıq biz bunu erkən mərhələdə, yəni cərrahi əməliyyatsız lazer üsulu ilə edə bilirik. Yəni karbon dioksid lazerlə aparılan bu prosedurlar hansılardır? Deyimsə, vaginal daralma proseduru, sidik qaçırmanın müalicəsidir. Uşaqlıq yolunda olan polipoz toxumalar, papilomalardır, uşaqlıq boynu eroziyalarının müalicəsidir, vulvanın ağardılması, yəni hamiləliklərdəki pigmentasiyalar olur, ondan sonra bu problemin aradan qaldırılması, yaşlı qadınlarda atrofik vaginitlərin müalicəsi. Məsələn, yaşlı qadınlarda çox zaman müraciət edir, elə dinləyən xanımlar da məni bunu bilər. Həddindən artıq güclü diskomfort cinsiyyət üzvündə olan quruluq, yəni çatların yaranması, güclü qaşınmaların olması. Çox zaman düşünürlər ki, infeksiyadır, infeksiya yoxdur, bu yaşlı qadında nə üçün olmalıdır? Hər zaman, yəni təkcə infeksiya deyil qaşınmanın səbəbi. Bu zaman quruluqdan, estrogen azlığından çatlar yarana bilir. Bu çatların fonunda güclü qaşınma verə bilir. Yəni atrofik vaginit dediyimiz məhz vaginanın, yəni müəyyən qədər qidalanma zəifliyi olur, quruluq yaranır və bu fonda yaranır, serikli qışada aşılanma baş verir. Yəni biz bunu lazer üsulu ilə dərmansız, yerli vasitə kimi istifadə edib 10-15 dəqiqəlik bir prosedurla arada qaldıra bilirik. Məsələn, qaşınma səbəbləri birinci infeksiyadırsa, məsələn, göbələkdirsə, ikinci səbəb ola bilir, məhz quruluq dediyimiz o yaşlılıqla bağlı olan qaşınma, üçüncü ola bilər şəkərlə bağlı olan. Məsələn, biz bu zaman bir-bir bunları inkar edirik və müalicəmizi aparırıq. Bir də bunu da deyim ki, lazerlə üstün tərəfi də ondan ibarətdir ki, biz onkoloji xəstəliklərdə də bu proseduru istifadə edə bilirik, şəkər xəstələrində də istifadə edə bilirik, təzyiqli xəstələrdə də. Halbuki bu xəstələri əməliyyata alanda belə deyim, bir dəfə yox, 2 dəfə düşünürük ki, biz necə eləməliyik ki, şəkərimizi stabil saxlayaq, təzyiqimizi normada eləyək ki, xəstəyə narkoz veriləcək, yan təsirlərimiz olmasın. Amma karbon dioksid lazerlə etdiyimiz zaman bu problemlərlə üzləşmirik. Belə çıxır ki, daha təhlükəsiz və yan təsirsiz olan bir müalicə üsuludur.
Yəni buna biz əməliyyat deyə bilərikmi, yoxsa sadəcə bir prosedur Yox, söyləyirik? bir prosedur, bir manipulyasiya deyirik və əməliyyatdan da çox-çox üstün tərəfləri var. Elə məhz narkoz alınmaması, məhz xəstənin qospitalizə olunmaması, xəstə yaxınlaşır 1 saatın içində. Yəni prosedur 10-15 dəqiqə çəkir. Burada müayinə var, bəlli bir belə deyim də ki, vaxtımızı sərf eləsək 10-15 dəqiqə ərzində problemi həll edirik və xəstə yəni yaxınlaşır, prosedurunu edir, gedir. Halbuki, yəni bunu biz cərrahi əməliyyatla etsəydik, cərrahi əməliyyatda ən azı bir gecə xəstəni qospitalizə etməliydik. Daha sonra onu bərpa dövrü. Xəstə narkoz almalı idi. Sonra xəstənin reabilitasiya dövrü, məsələn, bəlli uşaqlıq sallanmasında prolapslarda əməliyyat edirik. Biz xəstələrə müəyyən bir müddət oturmağa icazə vermirik ki, tikişlərimiz, yəni qanamamız olmasın, yəni belə deyim, etdiyimiz əməliyyatın keyfiyyəti aşağı düşməsin. Bəlli bir diyetlər təyin edirik, cinsi diyetlər təyin edirik. Yəni halbuki karbondioksid lazerdə bu proseduru etdiyimiz zaman 3-4 gün cinsi diyet təyin olunur. Heç bir, yəni prosedurdan çıxıb xəstə harasa da gedə bilir. Yəni tam öz həyatına qayıda bilir. Və bir çox problemləri də aradan qaldırır. Bax, sadaladıqlarınız arasında diqqətimi cəlb eləyən sidik qaçırma problemi. Yəni xanımlarda müəyyən yaş qruplarında xüsusilə tez-tez, sıx-sıx görülən problemlərdən biridir. Xüsusən asqırarkən, öskürərkən və yaxud da hər hansı bir ağırlıq qaldırarkən sidik qaçırma problemi yaşayan və bunu özünə kompleks edən xanımlarımızın sayı az deyil ki, çoxdur. Bax, istəyərəm bu barədə məlumat verək xanımlarımıza. Hər 50 yaşdan üzəri olan xanımda hər 4 nəfərdən birində sidik qaçırma problemi var. Bu çox böyük rəqəmdir əslində. Bizim pasiyentlərimiz var ki, müraciət edən, artıq onlar, belə deyim, evdən kənara çıxa bilmir, cəmiyyət arasına çıxa bilmirlər. Bəlli bir problem, yəni bu çox kiçik bir problem deyil. Əlbəttə, erkən dönəmdə çox kiçik porsiyalarla sidik qaçırma olur. O zaman müəyyən bir vasitələrdən istifadə edərək hardasa aradan qaldıra bilirlər. Amma gecikmiş mərhələdə artıq bu xəstələr heç bir yerə çıxa bilmirlər ki, biz bu problemlə üzləşmişik və biz bunu necə aradan qaldıra bilərik. 10 il, 20 illə, daha çox da onu deyim sizə ki, rayonlarda müraciət edən xəstələr də daha çox olur. Amma onu da deyim ki, erkən mərhələdə biz bunu lazerlə edə bilirik. Artıq çox gecikmiş mərhələdə gəlirsə, artıq uşaqlığın 4-cü dərəcəli prolapsıdırsa, uşaqlığın tam, belə deyim, doğulmuş formada prolapsıdırsa, biz bu zaman mütləq cərrahi əməliyyat edirik. Cərrahi əməliyyat etdiyim zaman mən burada TOT əməliyyatı da icra edirəm. Yəni, yəqin ki, indi xanımlar arasında eşidilib ki, yəni xüsusi setkaların qoyulması falan bu sidik qaçırma üçün bu artıq gecikmiş mərhələdə olur. Amma erkən mərhələdə biz görürüksə ki, asqıranda, öskürəndə sidik qaçırma əlaməti var. Bu stres inkontinens deyirik elmi dildə buna. İstəyirəm çalışıb maksimum elmi terminlərdən istifadə etməyim ki, hər kəs anlasın məni. Yəni, bu öcin formada var. Öcin təcili formadır, özünü çatdıra bilmir. Amma məhz asqıranda, öskürəndə, ağır yük götürəndə və yaxud da, deyim sizə, bu daha çox xroniki bronkit xəstələrində də olur. Yəni, bu hallarda rastlanırsa, bunları erkən dönəmdə biz lazerlə tam aradan qaldıra bilirik. Yəni, burada lazerlə bu problemin aradan qalxma faizi 90%-lərdədir. Yəni, çox böyük faizdir, bəli. Bəli, çox yüksək rəqəmdir. Və buna görə də məsələn, belə bir problemi olan xəstələrdə həmişə deyirik, yaşlı xanımlarda, halbuki, məsələn, ürək problemi var, əməliyyata alına bilmir. Yenə də dediyim kimi, təzyiq, şəkər, yəni yaşlı qadınlar üçün bu çox böyük bir problemdir. Kiməsə möhtac olur. Amma bu problemi biz aradan qaldırdığımız zaman həm lazerlə, həm gecikmiş mərhələdədirsə, cərrahi üsul etdiyimiz zaman sizi inandırıram ki, xanımlarımız çox bundan məmnun qalır və mənim fikrimcə heç bir xanım özünü göz ardı etməməlidir. Belə bir problemlə, yəni bu problemi hamıda var deyibən. Çünki müraciət edən xəstələr bu cür deyir ki, hamıda olan kimi məndə də sidik qaçırması var, amma bu hamıda belə bir şey yoxdur. Ona görə problemi gördüyümüz zaman, əlamətləri hiss etdiyimiz zaman mütləq müraciət olunub da, yəni aradan qaldırılmalıdır. Və erkən müraciət şərtdir. Erkən müraciət edərsinizsə, elə haqqında danışdığımız karbondioksid lazer üstünlüklərindən yararlanaraq daha az travmatik, daha tez və bərpa dövrü heç olmayan, rahat şəkildə, yəni bu prosedurdan sonra ayağa qalxıb evə gedə biləcəyiniz bir prosedur sayəsində sidik qaçırmadan qurtula bilərsiniz. Amma yox, ağırlaşmış formada, artıq o sidik porsiyalarının artdığı formada elə xanımlar var ki, gün ərzində
7-8 dəfə paltar dəyişirlər. Artıq qoxudan, iydən dayanmaq olmur. Yəni bu gigiyena qaydaları daim bu xanım evdən çıxmamalıdır, işə getməməlidir, cəmiyyət arasına çıxmamalıdır. Yəni bu problemlə hər bir xanım rastlaşa bilər, amma yetər ki, doktorumuzun da dediyi kimi özünüzə diqqət ayırasınız və Xəyalə xanım həm uşaq ginekoloqu, həm cərrah mama ginekoloqu olaraq bütün bu cərrahi əməliyyatları da icra edir. Həmçinin yenə deyirəm, bir daha vurğulayıram, dünyada hal-hazırda məşhur, Azərbaycanda da hal-hazırda çox yayılmış karbon dioksid lazer müalicəsini edən həkimlərimizdəndir. Midland Hospitalda çalışır, 055 766 33 30. Doktor, çox sayda suallar gəlib və o suallar arasında bax, karbon dioksid lazerin uşaqlıq boyunu xərçəngində istifadəsi haqqındadır. Yəni uşaqlıq boyunu xərçəngi öncə belə olsun sual ki, necə yaranır? Əsas səbəblər hansılardır? Xanımlar nələri bilməlidirlər? Yoluxmadan necə qaçmaq olar? Qurtulmaq olarmı, yoxsa yox? Daha sonra müalicəsinə keçərik. Uşaqlıq boyunun xərçəngi bir, yəni belə deyim, digər xərçəng növlərindən nə dərəcədə düz olar bunu demək üstünlük tərəfi, yəni bundan ibarətdir ki, uşaqlıq boyunun xərçəngini biz öncədən aşkar edə bilirik. Yəni erkən mərhələlərdə, çünki uşaqlıq boyunun xərçəngi bir gün ərzində yaranmır. Bu adətən, yəni 95% üzərində deyirəm ki, HPV virusu daşıyıcısı qadınlarda olur. HPV virusu daşıyıcısı da olmaq üçün, yəni qadınlar cinsəl yoluxur əsasən. HPV virusu daşıyan qadınlar da, onda yüksək onkoloji tipləri var. Yəni, o virusu daşıyan qadınların uşaqlıq boyunu xərçənginə, yəni düçar olmaları üçün ən azından bir inkubasiyon dövr olaraq 4 ildən 17-18 ilə qədər vaxt tələb olunur. Bu nə deməkdir? Yəni, qadın bu virusa yoluxdu, yəni ilk cinsəlliyindən sonra bu yoluxdu və bu virusun müalicəsi yoxdur. Erkən dönəmlərdə bizlə bərabər yaşayır. Bizlə, bəli, ömrümüzün axırına qədər bizimlədir. Bəzən erkən yaşlarda, yəni biraz cavan qadınlarda orqanizm özü onu, yəni mübarizə apararaq itirə bilir. Amma bu da bizim müalicəmizdən olan bir şey deyil. Sadəcə orqanizm immun sistemi hesabına bunu belə deyim ki, yox edə bilir. Amma çox zaman bu virus qalır bizimlə ömürlük və bu virusu daşıyırıqsa, yoluxduqdan 4 il sonra ən erkən mərhələdə 4 il sonra uşaqlıq boynu xərçəngi yarada bilər. Biz bunun üçün nə etməliyik? Yəni, əgər uşaqlıq boynu xərçəngi yaranırsa, o da ilkin həmən yaranmır. Müəyyən bir mərhələlər olur, dəyişikliklər olur. Uşaqlıq boynunda birinci dəyişiklik baş verir. Servikal intraneoplazi deyirik, birinci dərəcə baş verir. Yəni, adətən bunu xəstələr SIN1 kimi algılayır, bilir pap smear nəticələrində. Birinci SIN1 olur, sonra SIN2, SIN3 və uşaqlıq boynu xərçəngi. Yəni, SIN1, SIN2, SIN3 xərçəng sayılmır. Amma bu bizim üçün bir siqnaldır. Biz nə zaman bilirik SIN1-dir, nə zaman bilirik SIN2-dir, SIN3-dür. Bu xəstəni müraciət etdiyi zaman bütün ginekoloqlar, yəni hər zaman bunu xəstələrə məlumat verir. Xəstə başqa bir şikayətdən gəlib. Məsələn, xəstə menstrual pozğunluqla gəlib, xəstə axıntı problemi ilə gəlib, təmiz başqa bir şikayətlərin. Amma biz hər gələn xəstəni bununla məlumatlandırırıq ki, siz pap smear müayinənizdən keçmisinizmi? Həmən xəstələr bizə deyir, pap smear nədir ki, doktor? Pap smear götürülmüş, uşaqlıq boyundan götürülmüş bir ümumi yaxmadır. Biz bunu nə zaman edirik? Xanım müraciət edildiyi zaman biz sual veririk, yəni 1-2 gün ərzində cinsi münasibəti olmayıbsa, uşaqlıq yoluna hər hansı bir şam istifadə etməyibsə, vaginal, yəni duş istifadə etməyibsə və xanımın axıntısı yoxdursa, axıntı varsa birinci müalicəsini edirik, çünki vaginal axıntı zamanı da nəticəni dəyişmiş olur. Yəni, bunlar yoxdursa, artıq uşaqlıq boynundan pap smear dediyimiz yaxmanı götürürük. Bu xüsusi steril, yəni şötkalar vasitəsilə götürülür, bu fırçalar vasitəsilə götürülür və bu fırçalarla götürülmüş bu material ki var pap smear, əvvəllər quru götürülürdü, ancaq indi sıvı məhlulda da götürürük. Yəni, bunun üstünlüyü də var ki, yəni birbaşa həmin o sulu məhlula yerləşdirilir, analizə göndərilir. Bəli, bunun müsbət tərəfi nədən ibarətdir? Onu da deyimsə ki, bir 10 il qabaq, 10 il öncələrində bu yox idi bizdə sıvı məhlullar, amma Türkiyədə, xarici ölkələrdə var idi. Bunun üstünlüyü nədir? Hətta adət zamanı belə götürmək mümkündür, yəni sıvı məhlulda olan zaman. Yəni, biz bu müayinəni edirik, analiz nəticəmizə görə 3-5 gün ərzində cavabımız hazır olur. Bu nəticəyə görə biz artıq bu xanıma deyirik ki, sizin bu uşaqlıq boynunda götürdüyümüz pap smear nəticəsinə görə sizdə yaxın gələcəkdə yəni bir problem gözlənilmir. Bu o demək deyil ki, xəstə getsin, artıq bir də müraciət eləməsin. Yaxın gələcək dediyimiz bizim 1 il, 2 il haqqında məlumatımızdır.
Ümumiyyətlə 19-21 yaşlardan artıq xəstələrdə pap smear verilir. Pap smearin nəticəsi əgər 2-3 dəfə neqativ gəlirsə, biz artıq bu xəstələri 2-3 ildən bir edirik bu müayinəni. Yəni fasilə artıq biraz da artır. Amma əgər xəstəmizdə HPV pozitivdirsə, bu necə ki elə bir çox xanımlarımızda da çıxır. Biz bu zaman ildə bir dəfə öz yəni ki belə deyim ki, o müayinə pap smearlərimizi edirik. Tək pap smearlə də yəni ki kifayətlənmirik. Pap smear ola bilər ki, bizim götürdüyümüz belə deyim fırçada götürdüyümüz materialın üzərində hüceyrə az görünsün, tam istədiyimiz nəticə olmasın. Burada bir insan əli ilə olunan işdir. Burada bir müəyyən bir səhvliklərə də yol verilə bilər. Bunu nəzərə alıb deyirik ki, mütləq bir kolposkopik müayinələrdən də keçsin. Yəni mütəmadi ginekoloq müayinəsində olsun. Doktor, vaxtımız məhduddur. Mən istəyirəm ki, bax HPV-dən danışdıq və hal-hazırda bizi izləyən xanımlar yazırlar. Biri yazır məndə 16-dır, biri yazır 52-dir. Müxtəlif növləri, ağır növlərindən əziyyət çəkənlər də var. Hansı ki, onlar artıq o diaqnozla yaşayırlar, amma bilmirlər nə etmək lazımdır. Amma buna yoluxmamaq üçün vaxtında, bax bir uşaq ginekoloqu olaraq mən istəyirəm qız analarına, qız valideynlərinə səslənək, peyvəndlər barəsində qısa da olsa məlumat verək. Peyvənd biz öz klinikamızda da peyvənd icra edirik Mediland Hospitalda. Peyvəndlərin yəni o qədər üstün cəhəti var ki, yəni mən artıq neçə ildir ki bu peyvəndi edirəm, heç bir yan təsirini görməmişəm. Ümumiyyətlə bilirsiniz ki, peyvəndlərdə bir yan təsirlər ola bilir. Yəni HPV-yə qarşı olan peyvənd, qardaçıl peyvəndi icra edirik. Heç bir yan təsirlə rastlaşmamışıq və 9 yaşdan artıq icazəsi var bu peyvəndin olunmasının. Xarici ölkələrdə 9 yaşdan edirlər bu peyvəndi və dövlət hesabına olunur. Bu işin də üzərində çalışırıq konferanslarda da. Yəni bunu həmişə aşılayırıq ki, çalışırıq ki, dövlət hesabına bizim ölkəmizdə də olsun. İnşallah. Dövlət hesabına olarsa biz uşaqlıq boynu xərçənginin müalicəsində çox böyük rəqəmlərə, yəni ki, belə deyim ki, çalışıb çatacağıq. Yəni bu rəqəmlərdə statistikada çox azalma olacaq və buna da çalışırıq. İnşallah ki, yaxın gələcəkdə dövlət hesabına olacaq. İnşallah. Doktor, hansı yaşdan vurmaq olar bu peyvəndə? 9 yaşdan icazəsi var, amma mən öz təcrübəmdə adətən 16 yaşdan vurmuşam. Nə üçün desək, Azərbaycanda yəni cinsəllik bu cür erkən yaşdan başlamadığı üçün, daha gec başladığı üçün 16 yaşdan etmişəm və xanımlara da məsləhətim odur ki, analara ki, ümumiyyətlə qızlar ailə qurmazdan öncə ən azı 6 ay öncədən etməliyik ki, 6 ay ərzində 3 doza olunur. 0, 2 və 6-cı aylar belə deyək. Yəni bir dəfə vururuq, 2 ay gözləyirik, bir də növbəti. Bir də ondan sonraki 4 aydan sonra. Yəni 6 ay içində 3 doza vurulur və bu 3 doza bizə ömürlük, yəni peyvənddir, yəni ömürlük 9 formaya, bu 9 da ən yüksək onkogen formalardır. 9 formaya qarşı bizi qorumuş olur. Əsas məsələ də budur, vaxtında qorunaq və mütləq də bu evlənməzdən öncə həm hər iki tərəfin yoxlanması çox önəmlidir. Burada əvvəllər yalnız qızlar edirlər, indi oğlanlara da vururlar bunu və hal-hazırda elə bizdə asan xidmətdə müəyyən analizlər də var. Bax, bu analizdə ora daxil olsaydı çox gözəl olardı ki, tam ürəyimiz rahat olardı bir valideyn olaraq. Amma mən buradan gənc qızlarımızın analarına səslənirəm ki, övladlarımızın dəyərini bilək, vaxtında onların sağlamlığının keşiyində dayanaq. Və mən Xəyalə xanıma təşəkkür etmək istəyirəm. Bir uşaq ginekoloqu olaraq, cərrah mama ginekoloqu olaraq bugün hər yaş qrupuna toxunduq Xəyalə xanım sayənizdə. Təşəkkür edirəm, minnətdaram. Biz də çalışırıq ki, həmişə öz yəni gələn xəstələrin pasiyentlərimizə də bunu vurğuluyuruq verilişlərdə, konferanslarda, yəni çalışırıq ki, maarifləndirək, çalışaq ki, bu məlumatları, informasiyaları pasiyentlər, analar bilsin ki, gələcəkdə sonsuzluqdan əziyyət çəkən xəstələrimizin sayı azalsın, uşaqlıq boynu xərçəngi problemi ilə üzləşməyək. Yəni bunlar hamısı vaxtında müraciət və valideynlərin savadlı, informasiyalı olmağı bizim gələcəyimizdir. Elə bizim də əsas məqsədimiz sağlam gün, ay və dəyərli həkimlərimiz olaraq budur. Bir daha təşəkkür edirəm və Xəyalə xanımın əlaqə nömrəsini vurğulamaq istəyirəm. 055 766 33 30 və doktorun çalışdığı ünvan Mediland Hospital Uşaq Ginekologiyası